Salam, hörmətli izleyiciler. Bu gördüğümüz şəhidin Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidə bulaq çəkdirməyə görə mən çox çalışdım. Lakin hazırda çok çətinlik də orada olsa ben bulaq çəkdirdim. Bulaq da belə olmalıdır ki da bunun başka türlü imkanı yoktur. Bu asfaltı kestirmek çok uzun çekti. Asfalt çekenler ben gördüğümüz, ben bunu öz hesabıma dinledim. Şəhidlərin ruhları həmişə şad olsun. Bura demək olar ki, kəndin mərkəzi küçəsidir. Buna görə ki, mərkəzi küçədədir. Bunu başqa cür düzəltmək qeyri-mümkün idi. Ona görə ki, qonşu icazə vermədi ki, hasarının qırağından nəsə bir şey tikdirək, bir şey çəkdirək. Ona görə də məcbur olduq belə bir demək olar ki, çəkdirdik. Hal-hazırda burada tamamla işləri sabah hakim tamamla işi gidecektir. Burada bu krantın çekilen krantın dibine beton tökülecek. Bunun alt tarafında temiz krant tökülecek. Beton tökülür. Ondan sonra üstü örtülecektir. Allah bütün şehitlerimize rahmet eylesin.